Günəşin səthində intensiv olaraq qızğın qaz alışmaları gedir. Bu qaz alışmaları mütəmadi olaraq partlayışlarla da müşahidə olunur. Partlayış zamanı bu enerjinin bir hissəsi şüalanır və şüalar böyük bir sürətlə təqribən saniyədə 500 kilometr məsafə qət etməklə atmosferə doğru hərəkət edir. Atmosferə doğru hərəkət etdikdə maqnitosferaya çatdıqda maqnitosferada qasırğa baş verir. Maqnitosfera sarsılır və bu qasırğadan da atmosferdə yaranmış bu problemdən də yer üzərində fəsadsız ötüşmür bu. Fəsadlar nədən ibarət olur? İnsanlarda, xüsusilə də ürək qan damar sistemində problem olan xəstələrdə halsızlıq, tərləmə, baş gicəllənməsi, xüsusilə başını aşağı endirəndə el arasında ona gözün qarandıq çalması deyilir. Gözün qaralması və sairə kimi hallar baş verir. Bu nədən ibarət olur? Atmosferdə maqnitin miqdarı müqayisə edilməz dərəcədə normadan artıq olur və bunun nəticəsində də qanın tərkibində olan dəmir atomları həmin maqnit tərəfindən cəzb olunur. Həmin dəmir atomları damarların divarlarına suvanır və sutqa ərzində orqanizm, xüsusilə də beyin, dəmirlə kifayət qədər təmin olunmadığı üçün bu problemlər baş verir. Və mütəxəssislər və həkimlər tərəfindən məsləhət görülür ki, xüsusilə meteorologlar tərəfindən, daha doğrusu hidrometeorologlar tərəfindən məlumat veriləndən sonra ki, qasırğa olacaq, belə bir maqnit qasırğası olacaq. Məsləhət görülür ki, o insanlara, xüsusilə ürək qan damar sistemində problemi olan xəstələrə evdən çölə çıxmamağa məsləhət görülür. Çoxlu maye qəbul etmək məsləhət görülür. Bunun fəsadlarından biri də nə olur? Radio dalğaları itir, elektromaqnit dalğaları itir. Kompaslar cəhətləri düzgün göstərmir. Qütbdə parıltı müşahidə olunur. Xüsusilə də coğrafi enliyi alçaq olan bir yerlərdə, xüsusilə Şimali Afrikada. Bu parıltının uzunluğu təqribən 20 kilometrdən 1000 kilometrə qədər uzana bilir. Belə olan halda kompaslar cəhətləri düzgün göstərməyəndə, xüsusilə gəmiçilikdə, xüsusilə də təyyarəçilikdə, yəni kompasdan ki, hansı ki, istiqaməti müəyyənləşdirmək üçün ondan istifadə olunur. Düzgün cəhətləri göstərməyəndə dərhal olaraq kompasın işini dayandırır və ekipajın üzvlərindən olan şturmanlar, hansı ki, onların vəzifələri bundan ibarətdir. Onlar dərhal xəritə vasitəsilə müəyyənləşdirirlər cəhətləri, yəni istiqamətləri müəyyənləşdirirlər və birbaşa təyyarənin, istər təyyarənin olsun, istər də gəminin də olsun, istiqamətini onlar müəyyənləşdirirlər. Onun da müəyyənləşdirilməsinin yollarından da biri qütb ulduzu adlanan ulduzu müəyyənləşdirməkdir. Həmin ulduzu onlar kiçik teleskoplar vasitəsilə, mini teleskoplar vasitəsilə müəyyənləşdirirlər, tapırlar. Tapdıqdan sonra onun vasitəsilə cəhətləri müəyyənləşdirilir və təyyarənin və gəminin hərəkəti normal istiqamətdə hərəkəti müəyyənləşdirilir. Amma bu şturmanlar tərəfindən müəyyənləşdirilir, daha kompas tərəfindən yox.